Sasanilərə qarşı Azərbaycanda baş verən üsyanların səbəbləri, xristianlığın əhali arasında zorla yayılması, Sasanilər zərdüştilik dininə inanırdı, ona görə də bu bənd düzgün bənd deyil. Fars dilli əhalinin münbit torpaqlara köçürülməsi, Qazaqadakı atəşpərəstlik məbədinin dağıdılması, bu da düzgün bənd deyil. Əhalidən alınan vergilərin artırılması, sualın cavabı E bəndi. 5-ci əsrin sonlarında Albaniyanın daxili müstəqilliyinin bərpa olunmasına təsir göstərdi. Ərəb ordularının Azərbaycana hücumları 7-ci əsrin 30-40-cı illərində təsadüf edir. İkinci Vaçenin azadlıq mübarizəsində qələbə qazanması, əslində İkinci Vaçe məğlubiyyətə uğramışdı. Paytaxtın Bərdə şəhərinə köçürülməsi, bu da düzgün bənd deyil. Roma dövlətinin Sasaniləri məğlub etməsi, bu isə daha əvvəl baş vermiş hadisədir. Deməli, Sasanilərin axunlarla aparılan müharibədə zəifləməsi Albaniyanın daxili müstəqilliyinin bərpa olunmasına təsir göstərmişdir. Cavab B bəndi. Solonun həyata keçirdiyi islahatlara əsasən torpaqlar kəndlilərə icarəyə verilməli idi, bu düzgün bənd deyil. Afinada strateqlər seçilməyə başlandı, bu Solon islahatlarına aid deyil. Solon islahatları eramızdan əvvəl 6-cı əsrin əvvəllərində həyata keçirilmişdi. Afinada strateqlər seçilməyə başlandı eramızdan əvvəl 6-cı əsrin sonlarından etibarən. Kiçik səhvlərə görə ölüm hökmü verilirdi. Eramızdan əvvəl 7-ci əsrə aiddir. Bu qanun deməli Drakon qanunlarıdır. Afinada gümüş pul kəsilməyə başlandı. Bu da eramızdan əvvəl 7-ci əsrə aiddir. Deməli burada sualın cavabı D bəndi. Borca görə qul edilən Afinalılar azad olundu. Cavanşirin Bizans imperatoru ilə ittifaq yaratmaqda məqsədi Ərəb xilafətinə qarşı birgə mübarizə aparmaq idi. Cavab C bəndi. Xronoloji ardıcıllığı müəyyən edin. Bələncər döyüşünün baş verməsi, Bələncər döyüşü Xəzərlərlə ərəblər arasında baş vermişdir. Bir neçə dəfə bu döyüş olmuşdur. 643-653-cü illərdə döyüşlər baş vermişdir. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətin başa çatması 510-cu ilə aiddir. Sasanilərin Atropatenanı işğal etməsi 227-ci ilə aiddir. Xronoloji ardıcıllıq 3, 2, 1. Cavab A bəndi. Makedoniyalı İskəndərin fəaliyyətinə aiddir. Memfis şəhərinin paytaxta çevrilməsi bu qədim Misirin tarixinə aiddir. Böyük Hun dövlətinin tabe edilməsi, belə ki, Makedoniyalı İskəndər hökmranlıq edərkən Böyük Hun dövləti mövcud deyildi. Daha sonra bu dövlət yaranmışdır. Xeyroneya döyüşündə qələbə qazanılması bu Makedoniya hökmdarı 2-ci Filipin hakimiyyəti dövrünə aiddir. Qırmızı qaşlar üsyanının yatırılması bu isə qədim Çin tarixinə Xan sülaləsinin fəaliyyətinə aiddir. Deməli, sualın cavabı A bəndi. Əhəməni imperiyasının süquta uğradılması. Albaniyanın 3-cü əsrin ikinci yarısı tarixi üçün səciyyəvidir. Cavanşirin Albaniya taxtına çıxması 642-ci ilə aiddir. Deməli, bu 7-ci əsrdə baş vermişdir. Arşakilər sülaləsi tərəfindən idarə olunması, Sasanilər tərəfindən tabe edilməsi, Albaniya Sasanilər tərəfindən 262-ci ildə tabe edilmişdir. Mehranilər sülaləsinin hakimiyyətinin başlanması, bu isə 7-ci əsrə aiddir. Deməli, burada cavab B bəndi. Eyler-Venn diaqramını tamamlayın. Urnayır, 3-cü Vaçaqan. Kilsə məclisinin çağırılması 3-cü Vaçaqana aiddir. Arşakilər sülaləsinin sonuncu hökmdarı olması, bu da 3-cü Vaçaqandır. Amid döyüşündə iştirak etməsi Urnayıra aiddir. Xristianlığın təbliğ edilməsi hər iki hökmdarın fəaliyyətinə aiddir. Deməli, burada cavab C bəndir. Eramızdan əvvəl 2-ci minillikdə baş verən hadisələri müəyyən edin. Əhəməni dövlətinin Hindistanı ələ keçirməsi eramızdan əvvəl 6-cı əsrə aiddir, yəni 1-ci minilliyə aiddir. 2-ci Filipin Yunan şəhər dövlətlərinin tabe etməsi eramızdan əvvəl 338-ci ildə Xeyroneya döyüşünün nəticəsinə aiddir, yəni eramızdan əvvəl 4-cü əsr, yəni eramızdan əvvəl 1-ci minilliyə aiddir. Misirdə vahid dövlətin meydana gəlməsi eramızdan əvvəl 4-cü minilliyə aiddir. Afina şəhərinin salınması da eramızdan əvvəl 1-ci minilliyə aiddir. Deməli, burada cavab D bəndi. Ari tayfalarının Hindistanda məskunlaşması eramızdan əvvəl 2-ci minillikdə baş vermiş hadisədir.
Göstərilənlər nəticəsidir. Cənubi Azərbaycanın əhalisi xilafətə tabe edildi, yerli əhali üzərinə vergi qoyuldu, ərəb ordusu Muğana və Şirvana yürüşlərə başladı. Belə ki, İsfəndiyar İbn Fərruxzadın qoşunları ərəblərə məğlub olmasından sonra Cənubi Azərbaycan əhalisi xilafətə tabe edilmişdir. Yəni göstərilənlər Y bəndinin nəticəsidir. Ərəblərlə Xəzərlər arasında baş vermiş döyüşlər. Karra döyüşü Parfiya Atropatina qoşunları ilə Roma arasında baş vermişdir. Amid döyüşü Roma və Sasanilər arasında baş vermişdir. Deməli, ərəblərlə Xəzərlər arasında Bələncər və Hilat döyüşləri baş vermişdir. Cavab C bəndi. Avropada ilk dövlətin meydana gəldiyi ərazini müəyyən edin. Avropada ilk dövlət Krit adasında meydana gəlmişdir. Cavab D bəndi. Cavanşirin xəlifə Muaviyə ilə görüşünün nəticələrinə aid deyil. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyuldu, Xəzərlərə qarşı ittifaq yaradıldı. Cavab B bəndi. İkinci Vaçenin hakimiyyəti dövründə paytaxtın köçürüldüyü ərazini müəyyən edin. İkinci Vaçe tərəfindən Albaniya dövlətinin paytaxtı Qəbələdən Bərdə şəhərinə köçürülmüşdür. Deməli, burada cavab E bəndi. Eramızdan əvvəl 3-cü əsrdə Hindistanı vahid dövlətdə birləşdirdi. Sualın cavabı A bəndi. Aşoka eramızdan əvvəl 3-cü əsrdə Hindistanı vahid dövlətdə birləşdirdi. 3-cü Dara Əhməni hökmdarı olub, 2-ci Filip Makedoniya hökmdarı olub, 3-cü Tutmos qədim Misir hökmdarı olub, Sin Şixuandi isə qədim Çin dövlətinin hökmdarı idi.